Şəlalələr təbii su axınlarının yüksəkdən aşağıya doğru düşərək gözəl və təsirli mənzərələr yaratdığı təbii formasiya növləridir. Şəlalələrin yaranması prosesi suyun uzun müddət ərzində daşları aşındırması və geoloji xüsusiyyətlərə görə suyun müxtəlif yüksəkliklərdən axması ilə əlaqəlidir. Şəlalələr həm estetik baxımdan cəlbedicidir, həm də ekosistemlər üçün vacibdir. Şəlalələrin yaranma prosesləri. Şəlalələr müxtəlif səbəblərdən yaranır. 1. Geoloji faktorlar. Suyun axdığı ərazinin müxtəlif təbəqələrdən ibarət olması şəlalələrin yaranmasına səbəb ola bilər. Məsələn, daha sərt və dayanıqlı bir qayadan, digər hissə isə yumşaq və asanlıqla eroziyaya uğrayan bir qayadan ibarət olduqda, su yumşaq qayadan keçərkən daha aşağıya doğru düşər və şəlalə meydana gələr. 2. Tektonik hərəkətlər. Yer qabığının hərəkətləri nəticəsində yüksəklik fərqləri yaranır. Bu da şəlalələrin əmələ gəlməsinə səbəb ola bilər. 3. Buzlaşma və ərimə. Buzlaq dövründə buzlaqların hərəkətləri nəticəsində daşlar aşındırılır və nəticədə suyun sərbəst düşməsinə səbəb olan təbii şəlalələr yaranır. Ən böyük şəlalələri. 1. Angel şəlaləsi, Salton Gel, Venezuela. Dünyanın ən yüksək şəlaləsi olan Angel şəlaləsi Venezuelada Canaima Milli Parkında yerləşir. Şəlalə 979 metr hündürlükdən suyun düşməsi ilə ən yüksək şəlalə olaraq tanınır. Angel şəlaləsi eyni zamanda təbiət və macəra sevərlər üçün əlçatmaz və mükəmməl bir təbiət möcüzəsidir. 2. Iguaçu şəlalələri, Braziliya və Argentina. Iguaçu şəlalələri və ya İguaz şəlalələri dünyanın ən böyük şəlalə komplekslərindən biridir. Braziliya və Argentina sərhədində yerləşən bu şəlalələr 2,7 km uzunluğunda və təxminən 275 fərqli şəlalədən ibarətdir. Şəlalələrin ən geniş hissəsi olan Cataratas del Iguaz UNESCO Dünya İrsi siyahısına daxildir. 3. Victoria şəlaləsi, Zambiya və Zimbabve. Victoria şəlaləsi Afrikada Zambiya və Zimbabve sərhədində yerləşir və dünyada ən geniş şəlalə olaraq tanınır. Yüksəkliyinin təxminən 108 metr olmasına baxmayaraq, genişliyi 1,7 kilometri tapır. Şəlalə Masivo Atunya adlandırılır. Bu da güclü duman mənasını verir, çünki şəlalənin dövründə havada yaranan buxar çox böyükdür. Şəlalələrin ekosistemə təsiri. Şəlalələr yalnız estetik baxımdan deyil, həm də ətraf mühitə çox mühüm təsirlər göstərir.